İmam Zamanla ünsiyyət, onu ilə danışmaq, hər gün bir neçə dəqiqə vaxt ayırın onunla danışın. Hər gün neçə dəqiqə danışın ağa ilə. Sübhdən qabaq, sübhdən sonra, gün ərzində İmam Zamanla söhbət edin. Dərdləşin, danışın. Narahat eləmişsə üzrxahlıq edin. Bəli. Rəbbiniz dedi, mənə dua edin, mən də sizə cavab verim. Həqiqətən mənə ibadət etməyə təkəbbür göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər. Darda qalan kimsə, yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yeryüzünün varisləri edən kimdir? Allah onların qoşduqları şəriklərdən ucadır. Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir. De ki, mən yalnız öz Rəbbimə dua edirəm və kimisə ona şərik qoşmuram. Allahdan başqa heç kəsə dua etməyin. Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm.